Fransız rəssamı Theodore Géricault zəngin burju ailəsində anadan olmuşdu. Onun iki ehtirası var idi: atlar və rəssamlıq. 1818-ci ildə Theodore bu tablonu çəkmək üçün xəstəxanadan meyidləri öz emalatxanasına gətirirdi. Bununla kifayətlənməyən rəssam edam olunmuş cinayətkarların başlarını da dolablarda saxlayırdı. Malbertin yanında insan cəsədinin hissələrini görmək olardı. Dostları qoxuya görə onunla görüşmürdülər. Rəssam özü də dəsmalı sirkəyə batıraraq çalışırdı. Heç bir ziyafətə getməmək üçün saçlarını qırxmışdı. Géricault düz 8 ay emalatxanadan çıxmadı. Fransanın Meduza gəmisində baş verən faciəni tarixə həkk etmək istəyirdi. 1816-cı ildə iyul ayında Fransa gəmisi Meduza Senegal yaxınlığında dayazlığa keçdi, ilişib qaldı. Çünki yüksək zədəgan nəslindən olan kapitan səriştəsiz idi. Qayıqlara keçmək lazım gəldi. Əlbəttə ki, gəmidə lazımi qədər qayıq yoxdur. Zədəganlar, yüksək vəzifəli şəxslər qayıqlara mindilər. 147 nəfər insan üçünsə taxtadan suda üzə biləcək bir şey düzəltdilər. Onu qayığa bağladılar. Külək başladı və kəndiri kəsdilər. Bax, kəndiri kəsdikdən sonra dəhşət başladı. Okeanda qalan, ümidsiz olan insanlar ağıllarını itirdilər. İkinci günü isə susuzluq və qaynar günəşin işgəncəsi başladı. Düz 13 gün onlar okeanda üzdülər. Ac qalan insanlar ölmüş insan əti belə yedilər. 13 gündən sonra onları Argus gəmisi gördü. 147 nəfərdən 15 nəfər sağ qalmışdı. Xilas olan 15 nəfərdən 5-i gəmidə dünyasını dəyişdi.